Dəyərli izləyicilərimiz, sizlərə bugün möhtəşəm həyət evinin təqdimatındayım. Onu vurğulayım ki, Masazır qəsəbəsi birbaşa asfalt küçənin üzərində 5 sotda inşa edilmiş villamız. Sözün əsl mənasında villamızdır. Çünki evimiz 7 otaqdan 300 kvadratdan ibarətdir. Həyətyanı sahəsində gördüyünüz kimi rahat şəkildə 4-5 avtomobil rahat daxil ola bilir. Və bu hissədə yaşıllıq üçün nəzərdə tutulub. Darvazamız birbaşa asfalt yolu açır dəyərli izləyicilər. Bu hissəni iaşə obyekt kimi eləyib, qapısını çölə qoymaq olar, obyekt üstündə qoymaq olar. Biznes evi də deyərdim sizlərə. 7 otaqdan ibarətdir. Mərtəbələr arası monolit betondur. Kolon rigerlərdən istifadə olunub evimizin tikinti zamanı. Evimizin dörd bir tərəfinə keçid mövcuddur dəyərli izləyicilərimiz. Çox gözəl, bax kolonla inşa edilmiş. Bax belə bir gözəl zabor hissəmiz də var. Kolondur, qoşadaşdır, monolitdən istifadə olunub. Evimizin birinci, ikinci mərtəbələri monolit betondan ibarətdir, dəyərli izləyicilər. Yəni, birinci mərtəbə istipolla təchiz olunub ümumilikdə və onu vurğulayım ki, evimizin hər bir tərəfi, bütün pəncərələri öz həyətinə baxır. Gördüyünüz hissədə yəni, sanitar qovşağı da var, kombi otağı da var. İstipolun kollektor sistemi birinci mərtəbəyə yığılıb dəyərli izləyicilər və onu vurğulayım ki, sahibi tərəfindən satılır. Qiymət 205 min AZN. Yəni bu hissədə xatırladım ki, sizlərə torpağın sotu minimum 25 min AZN təşkil eləyir. Təcili satılır, evimizin təmiri möhtəşəmdir, irəliləyən dəqiqələrdə daxili təqdimat sizlərə göstərəcəm. Evimizin yaşıllıq hissələri, ağac hissələri çox möhtəşəmdir. Yəni onu vurğulayım, sağ ol qardaş. Onu vurğulayım ki, həyətyanı sahəsi çox böyükdür dəyərli izləyicilər. Bu hissə, çox sağ olun. Bu hissədə onu vurğulayım ki, yəni gələcək üçün, yəni bu həyət hissəsi çox böyük olduğundan iaşə obyekti tikintisi eləmək olar, birbaşa açmaq olar, yəni market kimi də fəaliyyət göstərmək olar. Vaxtınızı çox almadan keçid edirəm, evimizin içərisində sizlərə təqdim edeyim və sonda həyətyanı sahəni bir daha sizlərə göstərim, dəyərli izləyicilərim. Çox gözəl evimizdir. Sahibi tərəfindən satılır. Bax bu hissə bizim, yəni paltar dəyişmək üçün də istifadə oluna bilər bu hissədə, fikir verirsinizsə. Giriş hissəsidir, evimizin istipollu bir hissədə, dəyərli izləyicilər. Keçid edirəm dəhliz hissəsinə, onu vurğulayım ki, dəyərli izləyicilərimiz evimizin birinci mərtəbəsi ümumilikdə istipoldan istifadə olunub. Tavan hissəsinin dekorativliyi gözəldir, divar kağızları möhtəşəmdir və bir daha sizlərə xatırlatma eləyim ki, yaşlı nəsillərə nəzərə alaraq belə bir birinci mərtəbədə yataq otağından istifadə olunub ki, rahat şəkildə yəni, yaşayış olsun. Və onu vurğulayım ki, hər bir otaqda internet, TV və kondisioner xəttləri mövcuddur. Evimizin yaşayış sahəsi 300 kvadratdır. Çox möhtəşəm villadır. Belə açıq da deyərdim ki, sizlərə villa tipli evdir, yəni villadır. Evimizdə yoxdur, söhbəti yoxdur dəyərli izləyicilər. Bu hissə bizim mətbəx hissəmizdir. Mətbəx hissəmizin genişliyi valeh edicidir. Hər bir evdar xanımın arzusudur ki, yəni mətbəxin böyük olmağı. Deyərdim bu mətbəx hissələri. Ümumilikdə evimizin hər bir otağı digər makler evlərinə nisbətən maklerlərin deyərdim hissələrə qonaq otağına bərabər bir hissədir. Dəyərli izləyicilərimiz çox, yəni bugünkü gün bazar qiymətindən çox ucuz satılır. Yəni bu hissədə az öncə vurğuladığım ki, torpaq 20-25 min AZN minimumdur. 5 sotu nəzərə alsaq, yəni bu boyda tikintini aparmaq qeyri-mümkündür. 11 il 12 ilin tikilisidir. Yəni köhnə tikilidir, yeni təmirdən çıxıb, divar kağızları çox möhtəşəmdir. Yəni evimizdə çox açıq tonlardan istifadə olunub. Evimizin qonaq otağındayım hal-hazırda. Qonaq otağının genişliyi valeh edicidir. Yəni onu vurğulayım ki, ziyafət məclislərini rahat şəkildə eləmək olar, 50-60 nəfəri yerləşməsi mümkündür. Evimiz, dəyərli izləyicilər, Masazır qəsəbəsində 5 sotda inşa olunub 300 kvadratdan ibarətdir. Və onu vurğulayım ki, bu hissələrdə fikir verəcəksinizsə, bu hissə bizim gündəlik istifadə olunan artıq əşyaların yerləşməsi üçün hissədir. Görürsünüz dəyərli izləyicilərimiz. Ora kollektor sistemi yığılıb, birinci mərtəbənin kollektor sistemi, taban hissələri çox gözəldir, valeh edicidir. Təmirinə söz ola bilməz.
Onu vurğulayım ki, yəni hamam otağına bir dənə fikir versəniz 10 kvadratdan ibarətdir hamam otağımız. Asma tavanlardan istifadə olunub, yəni ucuz iş görülməyib. Hamam otağında sahibi vurğular ki, bax bura bir kanalizasiya xətti qoyub ki, yəni üzr istəyirəm, unitaz hissəsi də qoyula bilər. Çünki bax burada bu hissədə, yəni əlavə olaraq da bir dənə də sanitar qovşağı var, fikir verirsinizsə. Çox gözəl fikirləşilib bu evimizdə, çox gözəl işlər görülüb. Yəni özü üçün, şəxsi özü üçün tikilidir dəyərli izləyicilərimiz. Yəni makler evlərində belə olmur. Keçid eləyirəm ikinci mərtəbəyə. İkinci mərtəbəyə bu hissədən pilləkən vasitəsilə keçid edirik. Bax belə bir gözəl də pəncərə qoyulub ki, evimizin tam işıqlanması, dekorativ işıqları çox gözəl evimizə vid verir. Betondur, yəni monolitdir. Gördüyünüz kimi 20 santimdən yuxarı monolit tökülüb, köhnə tikili olduğuna görə. 4 divarın hamısı da kolonlardır. Yəni deyərdim ki, bina evi kimi bir şeydir də, yəni evimizin keyfiyyəti. Sanitar qovşağını ilk öncə göstərim, xırda otaqlardan başlayayım sizlərə ikinci mərtəbənin. Bax burada bir balaca bir otaq var. Yəni bax belə bir otaq var. Yəni bura kravat da qoymaq olar. Yəni əlavə qonaqlarımızın yerləşməsi üçün eləmək olar. Yaşayış üçün yox, belə qoymaq olar. Mənim fikrimcə buranı ən gözəl camaşırxana etsək daha gözəl olar dəyərli izləyicilərimiz. Eləyirəm, bir daha sizlərə yataq otaqlarını göstərim. İlk öncə bu otaqdan başlayacağım. Deyərdim evimizdə ən balaca otaq budur, yataq otağı. Yəni balaca digər otaqlara nisbətən deyirəm. Otağın ölçüsü 15 kvadrata yaxındır. Amma digər otaqlara nisbətən bu otağımız balacadır. Divar kağızları möhtəşəmdir hər bir otağında. Yəni hər dəfə vurğulayıram. Çünki eyni divar kağızları deyil, otaqdan otağa fərqlidir. Bu bizim ikinci mərtəbənin dəhliz hissəsidir, 2 metrdir, bəlkə də çox olar. Evimizin tavan hissəsi 3 metrdən yuxarıdır dəyərli izləyicilərimiz. Keçid edirəm ikinci yataq otağıma, yəni yataq otağına üzr istəyirəm. Yəni bu yataq otağı buna demək bəlkə də artıqdandır. Çünki bu siz nəyə xatırladır bu ev? Rayon yerlərində tikilən o böyük evlər var. Bu ev onu xatırladır dəyərli izləyicilərimiz. Çox möhtəşəmdir. İnşallah ki, sahibinə qismət olar. Hər bir arzusunda ev olanlara Allah ev qismət eləsin. Bundan da gözəllərin qismət eləsin inşallah. Evimizdə ən gözəl cəhətlərdən biri bu iki yanaşı otaqların, üzbəüz otaqların olmağıdır. Həm bu otaqdan, həm bu otaqdan bir də bu dəhliz hissəsindən eyvana giriş var. Eyvanımız ümumidir, dəyərli izləyicilər. Keçid eləyirəm bu yataq otağına. Yataq otağımız möhtəşəmdir, fikir verirsinizsə. Oradan qapı qoyulub, birbaşa eyvana çıxış var. Eyvan hissəsindən evimizin həyətyanı sahəsini göstərəcəm sizlərə. Amma sonda birbaşa dəhlizdən keçid edəcəm. Bu isə bizim digər yataq otağımızdır. Mən hər otağa girdikcə inandırım sizlərə ki, çox valeh oluram, çox gözəl divar kağızlarından istifadə olunub, çox möhtəşəmdir dəyərli izləyicilərimiz. Hər bir otağın TV xətti, internet xətti, televizor xətti, kondisioner xəttlərində hamısında çox gözəl düşünülüb, çox keyfiyyətli işlər görülüb. Xəttləri var, məsələn, radiator xəttləri var və bu evdə ən gözəl xüsusiyyətlərdən biri fikir verirsə, ikinci mərtəbənin avtomat tok sistemidir. Hər bir otağın, hər bir radiatorkanın avtomat hissəsi ayrıdır. Özünə şəxsi ev axtaranlar tələsin, ev satışda çox qalmayacaq. Eyvan hissəsinə bir fikir nəzər yetirin. Görürsünüzsə eyvan hissəmiz çox genişdir dəyərli izləyicilər. Möhtəşəmdir. Yəni deyərdim ki, möhtəşəm bir mövqedədir. Hündür bir ərazidir, qapısına qədər asfaltdır, marşruta yaxın, məktəbə yaxın. Hər bir yer öz qaydasındadır. Dəyərli izləyicilər, 5 sotda 7 otaqlı həyət evimiz sahibi tərəfindən satılır. Əlim yandı deyərdim qiymətdir. Real alıcılara yüngül vardı, endirimlər gözlənilir. Əlaqə saxlayan əlaqə nömrələrimiz profildə qeyd olunub. 050 070 703 0030 əlaqə saxlayan dəyərli izləyicilərimiz birbaşa sahibi ilə görüşdürək. Qiymət barəsində endirimlər gözlənilir. Sona qədər baxdığınız üçün hər birinizə təşəkkürümüzü bildiririk dəyərli izləyicilər. Kanala abunə olmağı unutmayın. Unutmayın ki, belə bir şəxsi tikili evlərin iş təqdimatını siz görəsiniz.